uşaqlar, biz bugün sizinlə 5 aprel 2026-cı ildə olan 9-cu sinif buraxılış imtahanı suallarına baxırıq. Birinci sualda 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu deyir. Əkin sahəsi neçə faiz artdı? Biz burada nə edəcəyik? Faiz artım düsturundan istifadə edə bilərik. Yəni o necədir düstur? Fərq bölünsün ilkin qiymət vurulsun 100%. Sürətdə 42 çıx 30, məxrəcdə isə 30 olur, vurulsun 100%. Yəni fərqi bölürük ilkin qiymətə, vururuq 100-ə. Hesablayaq. 12 bölü 30 vurulsun 100. İxtisar varsa aparaq. 10-a ixtisar gedir. 12-ni 3-ə bölürük 4, 4-ü 10-a vururuq. Cavab oldu 40%. Birinci sualın cavabı 40%. Sonra baxaq ikinci suala. İkinci sual tənasüb mövzusuna aiddir. Çarpaz vuracağıq. Olur 3x bərabərdir 12 vur mənfi 4, yəni mənfi 48. X tapmaq üçün isə 48-i bölürük 3-ə. Mənfi 16. Cavab oldu mənfi 16. Sonra dördüncü suala baxaq. Tənələr sistemidir. Əvəz etmə üsulu ilə yaza bilərik. Yəni y bərabər 2x-i ikinci tənədə yerinə yazacağıq. 5x plus 2x bərabər 21. 7x 21-ə bərabər. X də bərabər 3 olur. X-imiz 3, y-imiz isə x-in 2 misli olduğuna görə 2 vur 3 bərabər 6. 3, 6 qiyməti. Sonra dördüncü suala baxaq. K-nın hansı ən böyük qiymətində ifadənin cəmi düzgün kəsirdir? Baxaq. Sadələşdiririk ilk növbədə. Dövranlıq kəsirdə çevirməliyik. Məxrəc 90-da 4K üst xətt çıxılsın 4. Plus o birisi kəsirək çevirək 90-da K4 üstü xətt minus K. Sadələşdirək 90-da 40 plus K çıx 4 plus K çıx 4 plus 10K plus 4 minus K bərabərdir. 90-da olacaq. Necə? İndi K-ları bir hesablayaq. Bax, müsbət K, mənfi K islah olur. Gedirik. 10K qalır burada. Müsbət 4, mənfi 4 gedir. Plus 40 qalır. Biz də bilirik ki, düzgün kəsir nəyə deyilir? Sürət məxrəcdən kiçik olmalıdır. 10K plus 40 kiçikdir nədən? 90-dan. 40 kiçikdir 90-dan. Burada alırıq 10K kiçikdir 50-dən. K da kiçikdir 5-dən. 5-dən kiçik ilk ədəd 4 olacaq. Onun üçün cavabımız 4 yazırıq. Sonra 5-ci sualda üçbucaq mövzusuna aid sualdır. Düz xəttdən 4 sm məsafədə olan nöqtədən 2 mail çəkilibdir. Bu maillərin də uzunluğunu bizə 5 sm veribdir. Bu hissələr isə proyeksiyalar sayılır və biz bilirik ki, məsafə dediyinə görə perpendikulyar yönəlib. Pifaqordan istifadə edib 5-in kvadratından 4-ün kvadratı çıxıb 3-ün kvadratı alırıq. Bura 3, bura 3 və maillərin oturacaqları arasında məsafə neçə olacaq? 6 sm. Cavab 6. 6-cı sual əbobla bağlı sualdır. Natural ədədlər. Əbob AB 5 verilibdir. A vur B 75'dir. İndi bunun əbobu 5-dirsə, A-mız olacaq, tutaq ki 5K, B-miz olacaq 5T. Ortaq vuruq olaraq gördüyünüz kimi əbob 5 götürülübdür. A vur B
75-dir deyə gətirib yerinə yazaq. 5K vurulsun. 5T bərabər 75. Sağı solu 25-ə bölsək. Çünki burada görürsünüz ki 25K vur T. K vur T nədir? Ortaq olmayan sadə vurğuların hasilidir. K vur T bərabərdir 3 alırıq. Nəyə vuranda 3 olur? 1-i 3-ə vuranda. O zaman A olacaq. Fərqi yoxdur. Hansını istəsəz K-nı T-ni yaza bilərsiniz. A olacaq 5 vur 1 5. B olacaq 5 vur 3 15. Və bunların da cəmi olur 20. Misalın cavabı 20 oldu. 6-cı sualda. 7-ci sual tənlik mövzusuna aid sualdır. Biz bilirik ki, bu müxtəsər vurma düsturudur. A kvadrat çıx B kvadratı, yəni 2x kvadratı çıx 1-in kvadratı. Mənfi 4x isə vurub atsaq mötərizəyə. Çıx 4x kvadratı üstəgəl 12x bərabər 35. Hesablayaq 4x kvadratı çıx 1 çıx 4x kvadratı plus 12x bərabərdir 35. Müsbət 4x kvadratı mənfi 4x kvadratı toplayanda gedir. 12x bərabərdir. Mənfi 1-i bərabərin sağ tərəfinə keçirsək 36. X bərabər 3 olacaq. X 3 tapdıq. Cavab 3. 8-ci sual bir həddi ilə bağlı sualdır. Biz bilirik ki, vuranda üstlər toplanır. Olacaq 3 üstündə. Mənfi 2A-nın üstünə 6A gəlirik. Olur 3 üzərində 4A və A-nın yerinə 4-də 1 yazırıq. 3 üstündə 4 vurulsun. 4-də 1 və 3 üstündə 1, yəni 3. Cavab olacaq 3. 9-cu sual. Dairənin radiusunu 5 dəfə artırdıqda sahəsi necə dəyişər? Sahə düsturu bilirik ki, pi vur r kvadratıdır. Gördüyünüz kimi sahə radiusuna kvadratik asılıdır. Radiusu 5 dəfə artırıramsa sahə nə olacaq? 25 dəfə artar. 10-cu sual. AC parçasını 7 verib, CB parçasını 14 verib, onda AB parçası olacaq 21. Sonra 11-ci suala baxaq. 2 kökdə 25 deyilir. 25-dən kökün altına 5 çıxdığına görə olacaq 2 vur 5 çıx. 16-dan 4 çıxır. Üstəgəl 2 vur 3. Hesablayırıq. 10 çıx 4 6. 6-ın üstünə 6 gəlirik. 12. Cavab oldu 12. Sonra 12-ci sualda əbab 30 və 36-nı hesablasaq, buradan ortaq vuruq 6 çıxır. Mötərizədə 5 və 6 qalır. 5 ilə 6 qarşılığı sadə olduğuna görə 6 vur 1 bərabər əbabımız oldu 6. 13-cü sualda funksiya ilə bağlı bir sualdır. Y bərabər 5 çıxılsın 17 funksiyasının qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini tapın. Biz bilirik ki, ordinat Y 3-dür, apsis isə X-dir. Gətirib misalda yerinə qoyub biz X-i tapmalıyıq. 3 bərabərdir. 5x minus 17. 5x bərabər 20. X bərabər 4. Deməli, apsisi olacaq 4. Y variantı. Sonra kubun neçə tili var? Şifahi sualdır. Kubun əlbəttə ki 12 tili var. 6 üzü var. 4 yan üzü var. 15-ci sual ehtimalla bağlı sualdır. Yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalını isə 2 mislidir. Buna görə də yarışmanı Əlinin qazanma ehtimalını tapın. Təhlillər kimi birinci, bilirik ki, burada yarışmada Həsən, Əli və Vüqar iştirak edir. İndi biz bunları X-la ifadə eləsək, Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Həsən Vüqarın 7 mislidir.
Vüqara x desək, Həsən olacaq 7x. Sonra Əlinin qazanma ehtimalının 2 mislidir. Yəni Həsən Əlinin 2 mislidirsə, Həsəni 2-yə bölsək, 3,5 x da olacaq Əli. Biz ən yaxşısı bunu kəsrdən azad edək. Məsəl üçün, kəsrdən azad etmək üçün baxıram ki, hamısını 2-yə vursaq, 14x, 2-yə vursaq, 7x, 2-yə vursaq, 2x olar. Düzdür? İndi bizdən də soruşur ki, Əlinin qazanma ehtimalını tapın. Əli 7x-dir, əlverişli halımızdır. Yəni 7x, ümumi halımız da ki, bunların cəmi olacaq neçə x? 7, 2, 9, 9-un üstünə 14 gəlirəm, 23x. Və salam, x-lar gedir, cavab qalır 7/23. Uşaqlar, gördüyünüz kimi, Əlinin qazanma ehtimalı oldu 23-də 7. Yəni D variantı. 16-cı sualda kəsirini ixtisar edin. Birinci kəsiri vuruqlarına ayıraq. Bilirəm ki, 12 üstü n. Mən bilirəm ki, bunu 12-ni vuruqlarına ayırsaq. 2-nin kvadratı vur 3 olacaq. Bunun da üstündə n-dir. Bu da nə deməkdir? 2 üstündə 2n vur 3 üstündə n. Və gətirib yazaq yerinə. Yazırıq nə? 4 vurulsun 2 üstü 2n vur 3 üstü n. Bu sürət. Məxrəc isə vuruqlarına ayırsaq. 3 üstü n vur 3 üstü -1 vur 2 üstü 2n vur 2 üstündə müsbət 1. İxtisar olur. Gedir. 3 üstü -1 üstə 1 deməkdir. 3-də 1 2-yə vuranda 3-də 2. 4-ü isə bölürük neçəyə? 3-də 2-yə. Bu da 4 vur 2-də 3. İxtisar gedir. 2 vur 3 cavab olur 6. Misalın cavabı 6. 16-cı sualda. 17-ci sual. Gördüyünüz kimi çoxluqla bağlı sualdır. Yazılıb ki, 4 vurulsun A-da olub B-də olmayan. Tənlik kimi həll edək. 4 vurulsun A-da olub B-də olmayan 2x plus 8-dir. Bərabər. Birləşməsi isə uşaqlar bunların üçünün cəmi deməkdir. Yəni 2x-in üstünə 3x, üstünə 4x gəlsək, 9x, 8-in üstünə 1 gəlirik, 9, 9-un üstünə 5 gəlirik, 14 və sadələşdirək. 8x plus 32 bərabər 9x plus 14. X-ları bir tərəfə, rəqəmləri də bir tərəfə keçirsək, 32-dən 14 çıxanda olacaq neçə? 18. Düz hesabladıq. Yəqin 4 vurulsun 2x plus 8 bərabər A ilə B-nin birləşməsi 2x-in üstünə 3x gəldik. 5x üstünə 4x gəldik. 9x. 8 üstünə 1, 9, 9 üstünə 5, 14. Düzdür. Daha sonra isə 32-dən 14 çıxırıq. Oldu 18. X-imizi tapdıq 18. Bizdən isə B-də olub A-da olmayan elementlərin sayını soruşur. Yəni 4 vurulsun 18 plus 5. 72-nin üstünə 5 gəlirik. 77. Cavab oldu 77. Sonra 18-ci sual gördüyünüz kimi oxşarlıqla bağlı sualdır. Bucaq B bərabər bucaq D-yə. Bucaq B bərabər bucaq D-yə verilib. Alfa. Burada isə qarşılıqlı bucaqlar olduğuna görə beta qeyd eləsək. OC bizə 6 verilib. AO 5 verilib. Sonra CD-ni tapın deyir. CD-yi də X qoyaq. Nə edəcəyik? X gördüyün kimi betanın qabağındadır. Betanın qabağındakı X-in gəlin biraz bunu böyük çəkək. Betanı işarə eləyə bilək, alfanı işarə eləyə bilək. Baxın, uşaqlar. A, B, O, C və D.
bucaq B və bucaq D eyni bucaqlardır. Alfa, alfa. Beta və beta. Yerdə qalan üçüncü bucağımızda qamma adlandıraq. AB bərabər OC, o da bərabər 6-ya. AB. AB-ni 6 verib. OC-ni 6 verib. A10-u 5 verib. Və bizdən CD-ni istəyir X. Beta'nın qabağındakı tərəfin X-in, beta'nın qabağındakı tərəfi 6-ya bərabər. Alfanın qabağındakı tərəfin 6-nın, alfanın qabağındakı tərəfə, yəni 5-ə. Və çarpaz vururuq. 5x bərabər 36. X də bərabər 36-nı bölürük 5-ə. Neçə dəfə düşür? 7 tam 5-də 1. Yəni 7 tam onda 2. Cavab 7 tam onda 2. Sonra baxaq 19-cu suala. Verilənləri üstündə qeyd eləyək. AB 6, AM 12 və bilirik ki, burada 90 dərəcəli bucaq 30 dərəcə olmalıdır ki, bura qarşısındakı bucaq, qarşısındakı tərəf digər tərəfin yarısı olsun. Burada daxili çarpaz bucaqlar olduğuna görə burada 30 dərəcə, 30, 90, bura olur 60 dərəcə. Və bizdən də ADM bucağını, yəni 60 dərəcəni soruşur. Cavab oldu 60 dərəcə. 20-ci sualda tənliklə bağlı yenə belə bir sual. Həm tənlik, həm də faizlə bağlı. Rəhim birinci gün 40%-ni, ikinci gün 5%-ni, üçüncü gün isə qalan 110 səhifəni oxuyub qutardı. Kitab neçə səhifə olduğunu tapın. Deməli, birinci gün 40%, ikinci gün 5%, üçüncü gün isə yerdə qalır neçə? 55%. Deməli, 55% 110 səhifəyə bərabərdir. 110. Bilirik ki, 100%-dəki bütöv kitabın səhifələridir. Bu isə X. Çarpaz vurub X-i tapa bilərik. 55X bərabər 100 vur 110. Burada 55-ə ixtisar getsə 2 dəfə düşür. X də bərabər 200 səhifə cəmi kitabın səhifələrinin sayı olacaq. 21-ci sual bərabərliyi ilə bağlı sualdır. Biz bilirik ki, 3 çıx kökdə 10 mənfi ədəddir. Və burada bilirik ki, dəyişənin qabağında mənfi ədəd olarsa, biz bu tərəfi digər tərəfə bölsək, işarə dəyişir. Yəni, uşaqlar, X böyükdür, olacaq 5,5. 5,5-dən də böyük iç qiymət neçədir? X bərabər əlbəttə ki 6 olacaq. Cavab oldu 6. 22-ci sual. Düz xətt yol boyunca 85 ağac əkilmişdir. Düz xəttli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu iki ağac arasında ki məsafə bərabərdir. A və B, A və B, A və B arasında C ağacı var. Deyir ki, A və C ağacları arasındakı məsafənin C və B ağaclarındakı arasındakı məsafəyə nisbəti 3-ün 4-dədir. 3x, 4x qeyd eləyək. C ağacı A-dan başlayaraq neçənci ağacdır? Burada gördüyünüz kimi 85 ağacı varsa, bunların arasında olacaq cəmi 84 ağac. Və 3K, yəni 3x plus 4x bərabər 84 yazıb, biz x-i tapırıq neçə? 12. Və burada olacaq 3 vur 12, 36. Burada olacaq 4 vur 12, 48. Bizdən də C ağacını soruşduğuna görə 36 ağac, bu C isə olacaq əlbəttə ki 37-ci ağac. Bizdən də C-nin
neçənci ağac olduğunu soruşur. 37-ci ağac olacaq. 23-cü suala baxaq. İti bucağının tənbüranı trapesiyanı iki oxşar üçbucağa ayırır. Baxın, trapesiya çəkdim. İti bucağının tənbüranı deyirsə, alfa, alfa. Burada olur alfa. Oturacaqları 7 və 28-dir. Ay, 7 və 28. 28'dir. Burada 7 olur. İndi biz bilirik ki oxşarlıqdan istifadə edib yaza bilərik. Yəni oxşarlıqdan necə istifadə edə bilərik? Baxın uşaqlar. Tənbürandır. Alfa paralel düz xəttlər. Alfa, alfa qeyd elədik. Və biz alfanın qabağındakı, məsəl üçün, bura bir x yazsaq, düzdür. Bura olsa beta. Burada bir beta qeyd eləsək, düzdürmü? İndi nə edəcəyik? Biz alfanın qabağındakı 7-nin alfanın qabağındakı x-a betanın qabağındakı bu tərəf yoxdur. Oxşardır da bunlar. Oxşardırsa onda bucaqları da eyni olur da. Bax, burada alfa qoyuruq. Düzdür. Onda burada x olur. Əlbəttə x olacaq. Və onda nə deyirik? X-in betanın qabağındakı 28-ə nisbəti. Və çarpaz vururuq. X kvadratı bərabər 7 vur 28. Buradan x-i neçə tapırıq? 14 tapırıq mı? Düzdür, 14 tapırıq. Siz niyə görə qaldım? Çünki burada düzgün üçbucaq alınmır. Çünki bir dənə baxsaz, bu üçbucağın yan tərəfləri 7, 7 yazsaq oturacaq. X-i biz 14 tapdıq axı. 14 yazsaq, üçbucaq bərabərsizliyini ödəmir. Üçbucaq bərabərsizliyinə görə iki tərəf digər iki tərəfin fərqi digər iki tərəfdən kiçik. Yəni 7 çıx 7 kiçikdir 14, kiçikdir. Baxın, 14. O da kiçikdir. 7 plus 7 olmalıdır. 14 kiçik deyil 14-dən. Onun üçün bu düzgün üçbucaq olmur. Və belə bir deyəcəyik ki, trapesiya yoxdur. Yəqin ki, bunu uşaqların düz xeyrinə götürəcəklər. Burada 14 yazırıq. Perimetri belə çıxır ki, qıraqların cəmi, yəni 56. Cavab bu yazılanlara görə 56-dır. Sonra baxaq 24-cü suala. 24-cü sualda biz bilirik ki, bax buranın sahəsi bu hissənin sahəsi S2 çıx S1-dir. Biz də S2-dən S1 çıxaq. Baxın uşaqlar, çıxanda x kubları gedir. 2x kvadratına x kvadrat çıxanda x kvadratı. 8x-dən 12x çıxanda mənfi 4x. 16-dan 12 çıxanda qalır müsbət 4. Bu da gördüyünüz kimi müxtəsər umma düsturu olan x çıx 2 mötərizənin kvadratı deməkdir. Bu verilən fiqurun, baxın bu, verilən fiqurun uzunluğu x çıx 2 yazılıb. Biz enini də bu hissəndə x çıx 2-ni fikirləşirik ki, nəyə vuranda yenə x çıx 2-nin kvadratı olar. Əlbəttə ki, x çıx 2-yə vuranda. Və biz də bilirik ki, tərəf heç vaxt natural olmaya bilməz də, yəni. Natural olması üçün də 0-dan böyük olmalıdır. X də böyükdür, 2-dən alırıq. 2-dən böyük ilk ədəd əlbəttə ki, neçədir? 3-dür. Burada x-in qiyməti 3-ə bərabərdir. Sizdən də x-in ən kiçik qiymətini soruşurdu.
Sonra 25-ci sual çevrənin tənliyi ilə bağlı sualdır. Bizdən nəyi soruşur? Çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini soruşur. Bir dənə baxaq. Çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini. Çevrə daxilinə baxın. Kvadrat çəkdik. Bu da bilirik ki, diaqonalıdır. Həm də ki, çevrənin də diametri sayılır. Biz də bilirik ki, sahə düsturu kvadratın sahəsi d kvadratı böl 2 olur. Biz deməli ilk növbədə nə etməliyik? Radiusunu tapmalıyıq, 2-yə vurmalıyıq. Sonra kvadrata yüksəldib 2-yə böləcəyik. Yazaq. X-in kvadratı çevrənin tənliyi ilk növbədə yazım necədir? Biləsiz. X çıx A-nın kvadratı plus Y çıx B-nin kvadratı bərabər radiusun kvadratı axı düstur. İndi onu da nəzərə alacağıq. Müxtəsər vurma düsturu yaratmalıyıq. X-in kvadratı plus X plus Y-in kvadratı çıx 5Y bərabər 29,5 yazılıbdır. X-in kvadratı plus 2 vurulsun X vur. Nəyə vursaq yenə X alınır? Əlbəttə ki, 2-də 1-ə. Özümüzdən 2-də 1 yazdığımıza görə plus 2-də 1-in kvadratı çıx 2-də 1-in kvadratı olur. Plus Y-in kvadratı 5x-i mən necə ala bilərəm? 2 vur X vur 2,5 olsaydı. Özümüzdən yazdığımıza görə 2,5-in kvadratı yazdıq ki, müxtəsər vurma düsturu yığılsın. Bir də çıx 2,5-in kvadratı bərabər 29,5. Tam kvadrat yığaq. Yəni burada yığsaq X plus 0,5 mötərizənin kvadratı plus burada isə X çıx nə olacaq? 2,5 kvadratı. Sonra isə baxın uşaqlar 0,5-in kvadratı bax bu 0,5-in kvadratı bizə 0,125 verir, mənfi 0,125 və bu mənfi 2,5-in də kvadratı mənfi 6,125 verir. Bərabərin digər tərəfinə keçirməliyik. Yəni 29,5 plus 6,125 plus 0,125 toplayaq. Bu ikisini toplasaq bizə neçə verəcək? 6,5 verəcəkmi? 6,5-in də üstünə gəlirik nəyi? 29,5-i. 6,5-i gəlsə üzərinə olacaq 0, 1 yadda 15, 1 yadda 16, 36. Deməli, biz gördüyünüz kimi radiusun kvadratı 36-da. Radius nəyə bərabərdir? Əlbəttə ki, 6-ya bərabərdir. Radius 6 alınıbdırsa, diametr nəyə bərabərdir? 12-yə. Biz də kvadratın sahəsini soruşursa bizdən S bərabər 12-nin kvadratı böl 2 düsturundan istifadə edəcəyik. 144 bölünsün 2 bərabər 72. Bu qədər suallarımız. Məncə suallar çətin deyildi, sadə idi.